Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammedenil emin. Ve ala alihi ve ashabihi ve barik ve sellem ecmaîn. Allah Azze ve Celle'ye hamd olsun. Rabbimize hamd olsun ki bizleri bir daha yeniden öz zikri etrafında bir araya topladı. Ve Rabbimize hamd olsun ki bu karışık ortamda Nebi sallallahu aleyhi ve sellemin diliyle, lisanı diliyle desək, hər gələn günün gedən gündən daha beter olduğu bu zamanədə, bu vaqiədə, bu bəldədə Allah Azze ve Celle bizləri onu zikr etmək üçün, onu tərif etmək üçün, ona tənzim etmək üçün bir araya topluyor. Şübhəsiz ki, onun bizi bir araya toplaması bizim cənnətə bir adım daha yaxınlaşmamıza səbəb edir. Allah Azze ve Celle beləsi tövfiq etmələrlə bizləri cənnətinə dəvət edir, qardaşlar. Dəvət edir, lakin bərabərində nə var? Həmən bu dəvətdən biz nə qədər istifadə edirik? Dəvətdən kamil şəkildə istifadə eləmək, bu zikri gözəl şəkildə dinləyib, onu həyatına yansıtmaqdır. Sadəcə olaraq naqislik bu zikirdən üç söndərməkdir. Sıradan bir müsəlmanlıq da, yəni ancaq Allah Azze ve Celle'nin zikrin tərkibində olan bağışlanma müjdəsinin üzərinə hasil olmasını diləyən də ancaq gəlib sakit dinləyər və heç bir şey olmamış kimi də buradan ayrılan birisidir. Allah Azze ve Celle bizi xeyri zümrədən savayı digər birinci və ikinci zümrədən mühafizə eləsin ki, üçüncü zümrə nə idi? Üçüncü zümrə bayaq da dediyimiz kimi kamil şəkildə iştirak etmə, kamil şəkildə bir araya gəlmə, həmən zikir etdiyimiz mövzunu, tərkibi ayət və hədislərdən ibarətdir, həyatına sirayət etdirmək üçün bir səy içində olmaq, bir çaba və qayrət içində olmaqdır. İmam Rahmetullahi Aleyh dedi ki, bir mörtəzə açıb, həmən mörtəzənin içərisinə inziva olunan yerdən bu yana əxlaqın pis və yaxşı xislətlərini zikr edib, doldurub və bizim üçün bir məktəb hazırlayıb ki, o məktəbin bugünkü dərsi də gözəl əxlaqdan sonra mülayim xasiyyətli və təmkinli olmaq və asanlıq göstərib güzəştə getmək. Dəyərli qardaşlar, Allah Azze ve Celle'nin insanlarda ən çox sevmiş olduğu iki xislət vardır. Digər xislətləri, digər üstün vəsifləri sevər də, ən əsas iki xislət vardır ki, Allah Azze ve Celle bunu insanlarda daha çox sevir. Və Rəbbimizin insanoğlunda dəyər verdiyi iki sahib olduğu o xislət gözəl əxlaq və mülayim olmaqdır. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem bir gün sahabələrdən birisinə deyir ki, yüzünü ona tərəf döndərir, onu özünə yaxınlaşdırır və belə söylüyor. İnnə fikə xasrəteyn. Deyir, səndə iki dənə xislət var ki, xasrət yəni var ki, iki dənə. Allah onları sevir, deyir. Əl-hilmu vəl-həyə. Onlar deyir, həlim olmaqdır və həyalı olmaqdır, deyir. Demək ki, Allah Azze ve Celle'nin sevmiş olduğu iki xislətin sahibi olan bir kimsədə nələr bulunmalıdır? Gözəl əxlaq və həlim olmaq. Nəbi sallallahu aleyhi və səlləm də bunu bir səhabəyə deyir. Buyurur ki, İnnə fikə xasrəteyndir. Səndə iki xislət var ki, deyir. Allah Azze ve Celle bunu sevir, deyir. Əl-hilmə vəl-həyə. O, həlim olmaqdır, deyir. Yəni, yumuşaq olmaqdır və hayalı olmaqdır. Baxın, qardaşlar, bizlər bir başına qaldığımız zaman, bizlər tək Rəbbimizlə baş-başa qaldığımız zaman hayalı edəcəyik özümüzü. Özümüzə çəki düzən verəcəyik ki, insanların arasına çıxdığımız zaman da insanlar bizə qarşı hayalı olsunlar. Baxın, şeyx buyurur ki, bir kimsə deyir, Rəbbi ilə deyir, baş-başa olduğu zaman Allahla arasını deyir, düzəltməzsə, oturuşunda, duruşunda, yemək yeməsində və digər hallarında deyir, hətta deyir, yuxusunda belə, yəni yuxusunda yatıp da yuxuya getdiyi zaman yox. Yəni yuxu üçün hazırlaşdığında belə Allah Azze ve Celle'nin
yuxunun fikinə, elmi müstəvidə desə əgər, yuxunun, yatmanın fikrinə nələri daxil etməsi təqdirində Allahı xoşnud edəcəyini bilməsi onu Allaha yaxınlaşdırar və bir insan cədvəl üzrə, yəni rejim üzrə həyat yaşayar və yaşadığı həyatda özü özünə qarşı həyalı olar ki, Allah Azza və Cəllə də insanları ona qarşı həyalı eləyir. Bunun dəlili nədir? Bunun dəlili hətta insanlardan yaradılış etibarı ilə yox da, yaşayış etibarı ilə üstün olan mələkləri Allah Azza və Cəllə Osmana qarşı həyalı etməsində idi. Osman radiyallahu anhu o qədər həyalı idi ki, o qədər Rəbbi ilə baş-başa qaldığı zaman Rəbbini gözətirdi ki, gözləyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına girdiyi zaman Allah Resulü aleyhissalatu vesselam dururdu, özünü düzəldirdi, paltarını düzəldirdi, özünə çəki düzən verirdi. Və Ayşə anamız radiyallahu anhə buyurur ki, ey Allahın Resulü, Əli girdi, Ömər girdi, Əbu Bakır girdi, sənin halında dəyişiklik olmadığı təqdirdə Osman içəri girdiyi zaman sənin halını dəyişdirən nə idi? Nəbi sallallahu aleyhi ve sellem buyurdu ki, ey Ayşə, sən deyirsən ki, mələklərin haya etdiyi birisindən mən mi haya etməyim? Bu, nədən irəli gəldi, qardaşlar? Bu, Rəbbi ilə baş-başa qaldığı zaman hayalı olan, görmədiyi təqdirdə Rəbbinin onu gördüyünün yəqinində olan insanın gizlində qazanmış olduğu bir dərəcə idi. Allah Azza və Cəllə mələkləri də, insanlar da ona qarşı hayalı elədi. İnsanlardan Usvetül Həsənə olan Nəbi sallallahu aleyhi və səlləm Osmana qarşı hayalı oldu. Mələklərdən də ki, doğrusunu Allah bilir. Artıq onun üçün görevləndirilən, gözətçilik üçün göndərilən, ondan mükəlləf qılınan mələklər kim idisə, onlar da Osmana qarşı əlbəttə bir haya içərisində idilər və bunu özü qazanmışdı. Və Nəbi sallallahu aleyhi və səlləm Müslimin rivayətində buyurur ki, hətta bunun bir başqa əlavə qövüllüsü müttəfəqun aleyhdir. Yəni həm Müslim, həm Buxari rivayət edib bunu. Buyurur ki, İnna Allah rafiqun yuhibbur rifqa. Deyir, Allah deyir, həlimdir, yumuşaqdır və yuhibbur rifqa. Və deyir, yumuşaq olanı da sevər. Və buyurur ki, və yu'ti aləl rifqi mələl və yu'ti aləl nufi. Deyir ki, Allah Azza və Cəllə deyir, yumuşaqlığa verdiyi dəyəri, yumuşaqlığa verdiyi önəmi sərtliyə verməz. Yumuşaqlığa verdiyi, yumuşaqlıq göstərənə verdiyi xeyri sərtlik göstərənə verməz. Baxın, Allah Azza və Cəllə bir neçə yerdə nələri sevib, nələri sevmədiyini bizlərə bildirir. Məsələn, Allah Azza və Cəllə buyurur ki, Allah gözəldir, gözəl olanı sevir. Məsələn, indi Nəbi sallallahu aleyhi və səlləmin lisanı dili ilə biz eşitirik ki, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Allah deyir, rəfiqdir. İnna Allah rafiqun yuhibbir rifqa. Allah deyir, yumuşaqdır, həlimdir deyir və yumuşaq olanları sevər. Qardaşlar, yumuşaqlıq dediyimiz zaman nə anlayır? Yəni bir insan yumuşaq olması, bir insanın yumuşaq olması necə başa düşülən və yaxud da necə qəbul edilən bir şeydir. Bir insanın yumuşaq olması üçün o öz haqlarından əl çəkilməsi olaraq mı qəbul edilir bu? Yoxsa sadəcə olaraq haqlı olduğu zamanda belə gözəl əxlaq, həlim bir feili icra ilə qarşı tərəfi incitmədən və qarşı tərəfə gözəl şəkildə anlaşılır edərək bir məsələnin izahına vaqif eləyən bir kimsədir. Yumuşaqlıq nədir? Yumuşaqlıq insanlara qarşı sərt bir qaya olmamaqdır. Çünki sərt qaya elə bilər ki, bütün cisimlər ancaq ona çırpılır. Sərt bir qaya. Əgər sən də sərt olsan, əgər sən də müəyyən sərtliyin sahibi olsan, elə biləcəksən ki, bütün dələduzlar, bütün mərdimazarlar, bütün yola getməzlər, bütün ağzının danışığını bilməyənlər, bütün nəmman və qeybət daşıyıcıları, ediciləri həmçinin ancaq sənə rast gəlir. Çünki niyə görə? Sən sərtsən
və sərtliyin səbəbilə onları özünə cəlb edirsən, zənn edirsən, amma sərt olmağını qəbul etmədən. Yəni sərt olduğunu qəbul etmədən bunu edirsən. Allah Azza və Cəllə ayət-i cəllədə buyurur ki: "Vəl-kəziminəl qays" deyir, onlar deyir qəzəbləndikləri zaman qəzəblərini udarlar deyir. Qəzəbləndikləri zaman vəl-kəziminəl qays, qəzəbləndikləri zaman qəzəblərini udarlar deyir. İstər zikr edərək, istər dəst namazlarını təzələyərək, istərsə də həmən yeri tərk edərək, onlar qəzəbləndikləri zaman qəzəblərini örtərlər deyir. Bu nə deməkdir? Yəni bir insana qəzəblənirsən, gözəl şəkildə özünün Allahın qulu olduğunu və qarşındakının da Allahın qulu olduğunun xəbəri səndə tam bir halda belə deyək, yəqin olduğundan dolayı qarşı tərəfə Rəbbi yox, qul olaraq müamilə edirsən. Baxın, biz əslində özümüz dilimizlə Firavunun dediyi kimi "Ənə rabbukumul a'lə" deməsək belə, insanları Rəbbi kimi mühakimə edirik. Sanki onların Rəbbiyik. Adamdan bir dəfə soruşarlar da, sən sünnət namazını qılmısan yoxsa yox? Və yaxud nafilə qılmısan, və yaxud bunu eləmirsən, onu eləmirsən. Qardaş, Rəbbi sən bunu hesaba çəkirsən. Əl çək də bu insanla. Dilimizlə demirik, amma əməllərimizdə onu göstəririk. Sən bunu etdin, sən onu etdin. Və yaxud elə insanlar var, daha çirkinləşir, insanın ailəsinə qədər müdaxilə eləməyə çalışır. Bu əsasən qohumlarda olur. Sənin bir insanın ailə sərhədlərinin daxilində nə işin var? Sənin bir insanın məhrəmiyyətində nə işin var? Sənin dilin niyə bu qədər itidir? Sənin gözün, sənin qəlbin niyə bu qədər çirkindir? Çirklidir daha doğrusu. Ona görə biz özümüzü aldatmayaq. Firavundan zülümləri tamamən başqa bir şeydir. Bir xislətdə, bir yerdə bir araya gəlirik ki, insanlara Rəbbiymiş kimi mühakimə edirik. İnsanları hesaba çəkən bizmişik kimi onları hesaba çəkirik. İnsanların cənnətinin və cəhənnəminin tasarrufu haqqında sahib birisi kimi danışırıq. Sanki bunun cənnətinin və cəhənnəminin tasarrufu sənin əlindədir. Və bunlara səbəbiyyət verən şeylərin hamısı nədir? Qəzəbi boğmamaq, sərt bir əxlaqa sahib olmaq və həlimlilikdən payı olmamaqdır. Misal olaraq öz həyatımda bir yaxınımın başına gələni vermək istəyirəm. Bir gün yaxın bir çevrəmlə ictimai nəqliyyat vasitəsilə mindiyimiz zaman bir qardaşın balaca qardaşı içəri girən cahil toplumun sakinlərindən birisini görür və paltarının müəyyən, yəni belə deyək də, naqis olduğunu görür və dil uzadır. Yəni öz aralarında dil uzadır. Və qardaş ona deyir ki, əgər deyir sən bilmirsən deyir, doğrusunu deyir Allah bilir. Əgər deyir o sənin böyümüş olduğun deyir ailədə böyüsəydi, o səndən bəlkə də daha xeyirli olardı. İnsanlara o vəziyyətdə olmadığını, elə insanları gördüyün zaman o vəziyyətdə olmamağından dolayı Allah'a həmd elə, onları çəkişdirmə. Çünki Allah kulli şeyin qadir. Allah hər şeyə qadirdir. Səni onu yerinə qoyar. Onu da sənin yerinə qoyar. Hətta səni ondan daha betər eləyər. Ona görə Allah həmd eləmək lazımdır. Həmd eləmək lazımdır və qarşı tərəf üçün dua eləmək lazımdır. Bu, həlim bir insanın göstərmiş olduğu ədəb qaydasıdır. Ədəbi bir feildir. Rəbbimiz buyurur ki, qəzəbləndikləri zaman, hətta bu insanlar qəzəbləndikləri halda belə, onlar nə edirlər? Onlar deyir, qəzəblərini boğarlar deyir. Çünki bilərlər ki, həmən anda ağızlarından çıxmış olan söz uca Allahın qəzəbini onun üzərində hasil eləyəcək. Və ona görə oradan uzaqlaşar deyir. Bu adam üçün nə önəmlidir? Bu adam üçün Allahın rızası önəmlidir. Elə deyilmi? Bu adam bir məxluqun, Allahın qullarından birisinin qəlbini qırmaqla mı Allah qatında ucalacaq? Allah Azza və Cəllənin cənnətinə yaxınlaşacaq? Rızasına yaxınlaşacaq? Yoxsa oranı tərk etməklə? Allah Rasulü buyurur ki, 2 nəfər mübahisə eləyərsə, biri haqlı olduğu zaman deyir, çıxıb gedərsə belə, və yaxud 2 nəfər küsərsə, biri haqlı olduğu zaman əlini uzadıb barışarsa, və yaxud da biri birinci əlini uzadıb barışarsa, bunlar hamısı Allah Rasulü sallallahu aleyhi və səlləmin ədəb, əxlaq məktəbinin dərsləridir. Əbu Bəkir bundan Əbu Bəkir oldu.
Əbu Bəkr bununla Əbu Bəkr oldu, qardaşlar. Mən bəzən belə deyək, yaşlı sahabələrin adını çəkirəm, sonradan dəyişilmiş. Çünki bunlar çox şiddətli bir müşrik ailənin evladları idi. Zehniyyətə sahib olan ailənin evladları idi. Məsələn, bəzən düşünərsiniz ki, tutalım 4 dənə xəlifənin adını seçdim, Həzrət Əlinin adını seçmədim. Həzrət Əli onsuz Allah Rasulunun qucağına doğulub. Yəni tabiri caizsə. Ona görə Ömər, Xattabın oğlu Ömər, övladlarını sərt ağaclarla döyən bir kişinin oğlu Ömər bu ayət və hədislərdən sonra həlim birisi oldu. Ömərin həlim olmağını düşünə bilərdinizmi? Amma bu sözlər Allah Rasulü sallallahu aleyhi ve sellem dilindən çıxandan sonra dedi ki, mənim bu gündən sonra sərtliyim qeyri-İslam mənsublarına, yəni kafir, müşrik və münafiqlərə qarşı olacaq deyir. Qılıcımın kəskinliyi ancaq onların başının üzərində hiss olunacaq. Dilimin kəskinliyi ancaq onların sədirlərinə söylədiyim zaman hiss olunacaq. Və beləcə bizim ailələrimizə baxdığımız zaman Allah'a həmd olsun valideynlərimizdən az belə olsa, bəzilərimiz az, bəzilərimiz biraz daha çox və yaxud da yüksək səviyyədə qayğı, məhəbbət, məvəddət, mərhəmət görüblər, həlimlik görüblər, istər analarından, atalarından və yaxud da hər ikisindən. Bir də bu topluma baxdığımız zaman biz bu ayət və hədisləri daha qəbul edici olmalıyıq, qardaşlar. Çünki mərhəmətin nə olduğunu bilirik. Heç birimizin atası Xattabın Ömərin başına vurduğu budaqla başına vurmuyor. Amma bu hədisləri eşidən, bu ayətləri eşidən Ömər nə oldu? Səmi'nə və əta'nə. Eşitdik və itaət elədik. Dildə yox, əməldə. Hal dəyişməlidir. Bir sədrə, bir qəlbə ayət sirayət etməlidir ki, hal dəyişsin. Yəni, udulaq müsəlmanları olmayaq. Səmimi olaq ki, bu ayətlər, bu hədislər buradan aşağı düşsün. Aşağı düşməsə, sədirdə yayılmayacaq, qardaşlar, anlaşıldı mı? Və yenə Rəbbimiz Azza və Cəllə buyurur ki, sən bağışlama yolunu tut, deyir. Allahın Rəsuluna buyurur ki, Nəbisinə buyurur ki, sallallahu aleyhi ve sellem, sən bağışlama yolunu tut. Yaxşı işlər görmək əmr et və cahillərdən üz döndər. Baxın, hər bir halda ən çox zülmə kim məruz qalıb? Nəbi sallallahu aleyhi ve sellem. Ən çox ədalətsizliyə, ən çox xəyanətə kim məruz qalıb? Nəbi sallallahu aleyhi ve sellem. Öz dayısı uşaqları tərəfindən daşlanan o deyildimi? Taifdə. Bütün bunlara məruz qaldığı halda Allah Resulü sallallahu aleyhi ve sellem Allah Azza ve Celle buyurur ki, sən bağışlama yolunu tut. Və sənə bütün bu nöqsanları eləyən insanlardan da ki, onların adları cahildir, yəni cahil topluluğu. Onlardan üz döndər və səninlə bir yerdə olanlara yaxşılığı əmr elə. Allah Resulü sallallahu aleyhi ve sellemin qayəsi Allahın onu yetişdirdiyi kimi bir cəmiyyət yetişdirmək idi. Qardaşlar, Nəbi sallallahu aleyhi ve sellem bir gün sahabe-i kirama bir vaiz zamanı, yəni bir vaiz zamanı üzünü döndürüb sahabe-i kirama buyurur ki, yumuşaq rəftar edə bilməyən kimsə bütün xeyirlərdən məhrum olmuşdur. Bütün xeyirlər dediyimiz zaman nə başa düşürük? Yəni sənin valideynlərin, zövcən, övladların, sahib olduğun iş, sahib olduğun minik, sahib olduğun dost çevrəsi, sahib olduğun məsciddə yaxınlıq elədiyin insanlar, bütün əlaqələri sənin olan, sənin olmasını niyyət elədiyin, səninlə bir yerdə olan, səninlə bir yerdə olmaq istəyən, sənin onlarla bir yerdə olmaq istədiyin nə ki var xeyir adına ətrafında və sahib olduğun, Allah Azza ve Celle buyurur ki, Resulünün diliyle Allah o kimsəni o xeyirdən məhrum etmiştir. Yəni 3 dənə, 4 dənə, 5 dənə övladın olar. Sənin sərtliyinin üzündən sən onların xeyrini görmərsən. İnsan da
bir övladının xeyrini görməsi nədir? Məsələn üçün, cahillərin dili ilə desək, zehniyyəti ilə, övladının universitetə, ali məktəbə qəbul olması, ondan sonra magistr eləməsi, doktorantur eləməsi və s. və ilaxır. Və axırda da müəyyən bir 30-35 yaşında müəyyən bir vəzifəyə sahib olması. Allah Azza və Cəllə möminlər bu duanı edir dediyi zaman gözünün aydınlığının o olduğuna işarət eləmir. Hansı ki, möminlər deyir, nə deyərlər Furqan surəsində? Rəbbimiz buyurur ki, Estağfirullah, Rabbena hablana min azvacina və zurriyatina qurrata a'yunin vec'alna lil muttaqin imama. Onlar deyər ki, ey Rəbbimiz bizə gözümüzün aydınlığı olan zövcələr, övladlar ver. Vec'alna lil muttaqin imama və bizim müttəqilərə imam elə. Gözümüzün aydınlığı olan nə deməkdir? Yəni bunu yaşadığım zaman mən namaz qıldığını görürüm. Gözəl bir əxlaq üzər olduğunu görürüm. Həlim olduğunu görürüm. İnsanlar onunla bərabər olduğu və həmçinin onun yanında olmadığı zaman onun ancaq xeyrindən danışmasını görürüm. Xeyirlərə tələsməsini və Allahın yolunda dəvət edən kimsələrlə bir yerdə olan birisi olaraq görürüm. Əsr xeyir bundadır, göz aydınlığı bundadır və mənə cənnətdə şəfaətçi ola bilsin həmən kimsə. Hafiz olsun, şəhid olsun və mənə cənnətdə girə bilməyim üçün şəfaətçi olsun. Allah yanında dərəcəmi artırsın. Allah Azza və Cəllənin o valideynlərin başına tac qoyular dediyi uşağın sahibi olaq bizdə ki, onun səbəbi ilə başımıza tac qoyursun. Göz aydınlığı budur. Yoxsa sən sərt olsan, sən mülayim olmasan, həlim olmasan, dilinlə hamını zəhərləsən, insanlar sənə özünü hiss etmiş olduğun sərt qaya kimi rəftar eləsələr, əlbəttə ki, Allah Azza və Cəllə lisan-ı dili ilə Nəbi sallallahu aleyhi və səlləmi yenidən söyləsə əgər, səndən bütün xeyirləri qaldırar. Səndən bütün xeyirləri qaldırdığı təqdirdə nə olar? Artıq sən sahib olarsan, lakin xeyrini görməzsən. Evləndirərsən, universitetə də girər. Xeyirlər bunlar deyil. Xeyirlər bir yaxşı zikr etdiyim şeylərdir. Və Rəbbimiz buyurur ki, yenə Estağfirullah, əlbəttə hər kim səbr edib bağışlasa, yəni kim səbr eləsə, bir pisliyə qarşı səbr eləsə və qisasından keçsə, bağışlasa onu, onun bu hərəkəti şəriətdə çox bəyənilən, yəni Allah qatında çox bəyənilən əməllərdəndir. Şuara surəsi 43-cü ayə. Və Nəbi sallallahu aleyhi və səlləmdən İbn Abbas hədis rivayət edir. Baxın qardaşlar. Buyurur ki, həmçinin mülayimliklə bərabər Allah Resulü sallallahu aleyhi və səlləm buyurur. Allah Azza və Cəllə insanda bu rəftarlarda, yəni qarşı tərəfə qarşı rəftarlarda Allahın dini adına müamilələrdə ehtiyatlı olmaq xasiyyətini də sevir. Bir kimsə Allah rızası üçün qarşı tərəflə rəftarında ehtiyatlı olsa, Allah ona xeyrin qapısını açar. Çünki onun gözətmiş olduğu qarşı tərəfin qəlbinin sahibi Allahdır. Yəni insana insandır deyə, məsəl üçün mən bir qardaşla danışıram, onunla sözümüz çəp gəlir, dalaşıram, ona qarşı ehtiyatlı, ona qarşı mülayim olmağım onun özünə görə deyil, onun Rəbbinə görədir. Yəni, ona görə qardaşlar, halımızı ona görə Allahın izniyle islah eləyək. Və bu mövzunu inşallah ki, çox uzatmayacağım. Bir neçə ayət və hədis var idi mövzunun tərkibində. Sadəcə olaraq son bir hədisi deyim, inşallah onunla da tamamlayaq. İbn Məsud radiyallahu anhu teala rivayet edir ki, Resulullah sallallahu aleyhi ve sellem'den kimin cəhənnəmə girməyəcəyini, yaxud cəhənnəmin kimi yandırmayacağını sizə xəbər verim mi? Sahabə-i kiram deyir ki, ver ey Allahın Resulü. Buyurur ki, Nəbi sallallahu aleyhi ve sellem cana yaxın olan, hamilə xoş rəftar edən, mülayim davranıb insanlara asanlıq göstərənləri cəhənnəm yandırmaz. Allahu akbar və lillahi'l-həmd. Yəni cana yaxın olan nədir? Cana yaxın olan, yəni
belə deyək, qaynayıb qarışan, yəni əxlaq üzrə qaynayıb qarışan insanları səndən bir şey istəyə biləcəkmiş səviyyəsinə gətirmək lazımdır. Yəni səndən bir şeylər istəyəndə haya eləməsin. Görürsən buna deyim yoxsa yox. Və o şeyləri istədiyi zaman da deyir ona istədiyi şey haqqında asanlıq göstərəni deyir cəhənnəm odu yandırmaz. İnsanoğlu həqiqətən də çox tələskəndir. İnsanoğlu çox naqis güdücüdür. Nəyi deyirəm güdücü? Bugün cibində olanı, sahib olduğunu güdür. Lakin bunun müqabilində bunun dəyərinin qiyas edə bilməyəcəyi şeyə qarşı da üz döndərir ki, bu da nədir? Allah Azza və Cəllənin möminlər üçün vəd etdiyi cənnət. Yəni 5 manadı, 10 manadı cənnətlə müqayisə eləyəndə daha sahiblənici olur. Anlaşıldı mı? Daha əldən vermək istəməz demək kimsə. Və yaxud da nə bilim miniyini və yaxud nə gözəl bir sözü İnşallah irəlidəki dərslərimizdən olmalıdır. Mülayimliyə, həm də gözəl əxlaqın sahibi olmasına bir sinif də aiddir ki, o da sözü gözəl söyləmək. Sözü gözəl söyləmək. Yəni söz söyləyə bilərsən və yaxud da qarşı tərəfə pis söz belə söyləyə bilərsən, amma onu gözəl söyləməlisən. Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, sözü gözəl söyləyən kimsələr üçün cənnətdə şəffaf evlər vardır, deyir. Çöldən baxdığı zaman içi görsənən, içərdən baxdığı zaman çölü görsənən. Allah Azza və Cəllə bizi o zümrənin sakinlərindən eləsin. Amin. Allah Azza və Cəllə burada eşidib faydalandığımızı öz millətimizə, ümməti olduğumuz Nəbinin ümmətinə çatdırmağı nəsib eləsin bizlərə. Amin. Və bizim həmçinin bütün Əhl-i Sünnət camiasının dəvət və təbliğinə bərəkət versin. Amin. وآخر ودعوانا إن الحمد لله رب العالمين سبحانك اللهم وبحمدك ونشهد أن لا إله إلا أنت وأستغفرك